Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 25-i Ramazan ayının 25-ci günüdür. Martın 25-də imsak vaxtı saat 05:09, iftar vaxtı isə saat 19:12-dədir. Ramazan ayının 25-ci gününün imsak duası belədir. İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver. Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver. Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruç tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.